أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم اللهم صل على Muhammed ve ali Muhammed. Salam dostlar. Həyatımıza istiqamət verən hədisləri öyrənməyə davam edirik. Bugünkü hədisimiz söz barəsində olacaq. Həzrət Peyğəmbər söz barəsində buyurur: "Mən kana yu'minu billahi vel yevmil axir felyaqul xayran aw liyaskut." Mənası budur ki, kim Allaha və axirət gününə iman gətirirsə, ya xeyir söz desin, ya da sussun. Hədisə diqqət etsək, xeyir söz demək və yaxud da susmaq insanın imanının əlamətlərindən olaraq qeyd olunur. Bəs bu xeyir söz nədir ki? Biz ya onu deməliyik və yaxud da susmalıyıq. Xeyrin əhatəsi çox geniş olduğu üçün biz burada bəzi məqamlara işarə eləyəcəyik. Bunlardan biri odur ki, xeyirli söz, yəni hikmətli söz. Mənasız, boş, ləğviyyat olan sözlər deyil. Qarşı tərəfdə təsir qoyan, hikmətə, ağla, məntiqə, dinə uyğun sözlər. Və eyni zamanda söz qədər sözün deyilişinin də bir təsiri var. Fikir versək, Qurani Kərimdə Rəbbimiz Həzrət Musanı Firona göndərdiyi vaxt, Həzrət Musaya Fironla yumşaq şəkildə danış deyir. Yəni söz deyiliş tərzindən asılı olaraq da insanda təsir qoya bilər. Bəzən çox böyük həqiqəti elə bir tonda deyərik ki, qarşı tərəf onu qəbul eləməz. Bəzən çox böyük bir yalan elə bir tonda deyilər ki, qarşı tərəf onu qəbul eləyər. Bu mənada xeyri yalnız sözün mənası ilə əlaqəli deyil, həm də sözün deyiliş tərzi ilə bir yerdə ələ almaq lazımdır. Hədisdə buyurur, xeyir deyə bilmirsə sussun. Bəzən insan bir cəmiyyətin içində danışmaq ehtiyacı hiss eləyir. Boşluğu danışmaqla doldurmaq istəyir. Bu vaxtı insanın bir düşüncəsi, deyəcəyi bir söz yoxdursa, təbii ki, burada boş danışmaqla o boşluğu dolduracaq. Buna görə də deyə biləcəyimiz bir söz yoxdursa, susmağımız daha yaxşıdır. Unutmayaq ki, bizim hər sözümüz qeyd olunur. Hər sözümüzün hesabı var. Qaf surəsində Rəbbimiz buyurur: İnsan elə bir söz deməz ki, yanında onu yazmağa hazır olan bir nəzarətçi, mələk olmasın. Xeyir söyləmək insanın həyatında bir ölçü olmalıdır. Danışarkən həmişə bunu düşünməlidir. Mənim dediyim söz xeyirdir, yoxsa xeyir deyil. Dediyim söz xeyir deyilsə, mənim susmağım daha yaxşıdır. Əsr surəsində Rəbbimiz buyurur ki, İnsanlar ziyan içindədir, ancaq bir-birinə haqqı və səbri tövsiyə eləyənlərdən başqa.